ayın 8-idir də, bəli, sabah pensiyalar ödəniləcək. Şad xəbər. Yenə də həmişəki kimi Bakı, Sumqayıt, eləcə də Abşeron rayonunda, yəni bu rayonda yaşayan pensiyaçıların pensiyası kartlarına ödəniləcək, yəni qoyulacaq, nəzərdə tutulub artıq mütləq sabahdan inşallah Bakı, Sumqayıt və eləcə də Abşeron rayonunda yaşayan pensiyaçıların pensiyası ödəniləcək. Qafqaz Info xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya yükünə malik şərtlərin pensiyaları bu ayda qrafik üzrə ödəniləcək. Onlar da ki, bilirsiniz ki, 20-sindən 26-sı 27-si arası olur da, gecikir həmişə daima. Gecikmir, yəni nəzərdə tutulub ki, 20-sindən 26, 27, 28 arası, amma sabah inşallah Bakı, Sumqayıt və Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi artıq nəzərdə tutulub. Sabah inşallah kartlarınıza yəqin ki pul oturacaq inşallah.